Salam, xəbərin brendi günün trendi efirdədir. İran kəşfiyyatı Tehranın cənubundakı Rey şəhərində Mossad tərəfindən idarə edildiyi iddia edilən 3 mərtəbəli bina aşkarlayıb. Binanın içərisində partlayıcı maddələr və dronlar tapılıb. Dünən gecə saatlarında İranın İsrailin Petah Tikva şəhərini vurmasına dair görüntülər yayılıb. İsrail-İran savaşında hər gün bir şəhər bombalanır. İsrailə cavab tədbirləri olaraq bu dəfə İran İsrailin Hayfa şəhərini belə vurdu. İsrail isə bildirir ki, Tehrana qaçaqmalçılıq yolu ilə raketlər daşıyan yük maşınlarının yerini müəyyənləşdirib onlara zərbələr endiririk. İranın qərbindən Tehrana doğru irəliləyən yer-hava raket qurğularını daşıyan yük maşınlarda daxil olmaqla içərisində silah olan bir neçə yük maşını müəyyən edilib. Yük maşınlarına zərbələr endirib silahları və atıcıları zərərsizləşdirmişik deyə İsrail ordusu bildirir. فضای غبارآلوده استادیوم یونس شادلو سردبیر گروه دفاعی خبرگزاری صدا و سیما در این چند سال در تمام عملیات‌های وعده صادق جلوه اقتدار ایران و شکست هیمنه رژیم صهیونیستی رو به تصویر کشیدیم. اینجا سازمان صدا و سیماست، مرکز فرماندهی جنگ رسانه ایران. Azalın bu günə planlaşdırılan bir sıra reysləri ləğv olundu. Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarını bağlaması ilə əlaqədar Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin bu gün həyata keçirilməsi planlaşdırılan bəzi reysləri ləğv olunub. Bakı-Dammam-Bakı, Bakı-Bəhreyn-Bakı, Bakı-Ər-Riyad-Bakı, Bakı-Lahor-Bakı aviareysləri ləğv olundu. Çinin Şanşou şəhərində pirotexniki məhsullar istehsal edən zavodda partlayış baş verib. Hadisə nəticəsində 9 nəfər yaralandı, digər ikisinin isə aqibəti məlum deyil. İstanbulda əldə olunan razılaşmalar çərçivəsində ümumilikdə 6060 əsgərin cənazəsini Ukraynaya təhvil verdik. Bunu İstanbulda birbaşa danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski deyib. Diqqət mərkəzə! Himn səslənir. Yaşından və statusundan asılı olmayaraq bu mükəmməl sədalar qarşısında sayğı duruşunda olmalıyıq. Bakı məktəblərindən birində məktəbin həyətində himn səslənərkən işini dayandırıb himni sükutla dinləyən fəhlənin görüntüləri bu 2 gündə sosial şəbəkələrdə trend oldu. Son aylar süni intellektlə hazırlanan foto və videolar insanları çaşqınlığa salıb. Nələr hazırlamırlar bu süni intellektlə? Amma qədim dövrdən müasir dövrə qədər Azərbaycanda baş verən bir sıra hadisələrin süni intellektlə hazırlanan videosu maraqla qarşılanıb. Salam əleyküm mənim nəvələrim, mən Məsud Davudoğlu və bu dəfəki vloqumuz Bakıdadır qalanın tikintisindəndir. Sizcə adını nə qoyaq? Bir bu ilgidə bax, biz onunla birgə vətənin keşiyindəyik. Bəli, bu şəxsiyyət Babək Xürrəminin özüdür. İstəyənə Bakıdayıq. Rus əskərlərini bizim üzərimizə göndəriblər.
Onların tankları var, amma bizim də cəsur ürəyimiz var. Allahımız da başımızın üstündədir. Yoldaşlar, indi 1640-cı ildir və mən Ateşgah məbədindəyəm. Ahramazda sizi qorusun mənim qardaşlarım və bacılarım. Amin. Sizə sizdən danışırıq, sizə sizi göstəririk. Qaynar xəttimiz bax burada yazılıb. Buyurun WhatsApp üzərindən sizi maraqlandıran və narahat edən məsələləri çəkin, göstərin, göndərin, biz göstərək. Lerik sakini evinin ilanlara məruz qaldığını deyir. Qaynar xəttimizə video göndərən Lerik sakini balalarının təhlükə qarşısında olduğunu deyir. İlanların birini öldürməmiş, digəri evinə hücum edir. Qırışyanın Soruç kəndi, İbadov Qədir Balasan oğlu. Heç bir yerdən heç bir tədbir görməmişik. Bax belə evi də göstərin. Ev gör nə vəziyyətdədir. Evimi ilan basıb. Heç bir tədbir görmürlər, heç kim də heç nə eləmir. Xahiş edirəm, görək kim kömək eləyə bilər, kim hara müraciət eləyər. Hamımız bir kömək edin, bir dəstək olun. 3 dənə körpəm var, körpələrim qalıb çöldə qalıb. Xahiş edirəm sizdən, ey cəmaət, ey vətəndaşlar, ey millət. Yusifov Rizvan Məhəmmədoğlu Zaqatala rayonu Ziyan kəndindən günün trendinə müraciət edir. Dövlət tərəfindən kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin icra nümayəndəliyi tərəfindən mənimsənildiyini iddia edir. Mən sizə hal-hazırda həmən torpaq sahəsini göstərirəm. Bax, bu torpaq sahəsidir. Düzdür, hal-hazırda mən buradan istifadə edirəm. Bələdiyyənin heç bir iradı yoxdur. Sağ olsun. Deyir, sənə verilən torpaq sahəsini biz heç vaxt deyə bilmərik. Amma mən istəyirəm ki, bura sənəddən, yəni əvvəlki sənəddən necə mənə aid idisə, indən sonra da sənəddən mənə aid olsun. Xahiş edirəm, bu sahədə mənə müvafiq kömək göstərəsiniz. Qaynar xəttimizə gələn digər müraciətləri də işıqlandıracağıq. Günün trendlərinə nəzər salaq. Sürücünün çarəsizliyini göstəririk sizə. Can şirindir, yol keçərkən ehtiyatlı olmaq lazımdır. Amma təkcə özünüz yox, sürücülər üçün də problem yaratmayın. Görün bir qəza zamanı sürücü hansı çarəsizliyi yaşayır. İndi təqdim edəcəyim video dəhşətlidir. Bu intihardır yoxsa qəza? 2 gün öncə səhər saat 7:45 radələrində Həsən bəy Zərdabi küçəsində 18 saylı marşrut xətti üzrə avtobusun iştirakı ilə baş vermiş qəza avtobusun kameralarına yansıyıb. Piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu keçən 2 nəfər saatda 30-35 km sürətlə hərəkət edən avtobusun qarşısına qəfil çıxıblar. Bu zaman onlardan biri yıxılaraq yolun hərəkət hissəsində qalıb və xəstəxanaya aparılıb. Ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da həyatını itirib. Qəza anını əks etdirən görüntülər aidiyyatı qurumlara təqdim edilib, hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Günün trendi davam edir. 13 yaşlı şahmatçımız Xəqan Əhməd sürətli şahmat üzrə dünyanın ən güclü ikinci şahmatçısı Nakamuranı məğlub edərək hər kəsi şoka salıb. Qaynar xəttimizə müraciət edən Bakı sakini bildirir ki, Lökbatan qəsəbəsi Üzeyir Hacıbəyli küçəsində zibilqabı yoxluğu ciddi problemə çevrilib. Sakinlər məcburiyyət qarşısında qalaraq küçənin başlanğıcında ərazini zibilliyə çeviriblər. Paytaxtın Nəsimi rayonu Ceyhun Səlimov küçəsində baş verən yol nəqliyyat hadisəsi zamanı piyada svetoforu sıradan çıxıb. Digər nəqliyyat vasitəsinə zərər dəyib. Daha sonra minik avtomobilinin sürücüsü hadisə yerindən yayınmaqla əks istiqamətdə olan yolla hərəkət etməyə çalışıb. Yol polisi əməkdaşları tərəfindən saxlanılan sürücü məsuliyyətə cəlb edilib. Son zəng günü məktəbə gəlib öz sinif yoldaşı ilə halallaşan şagirdin sözləri ürəkləri parçalayır. Heydər adında bu şagird sinif yoldaşları ilə sağollaşdıqdan sonra müalicə üçün Bakıya yola düşüb. Gəlin
dinləyək. Allah hamımızın canını sağ eləsin. Allah hamımızın canını sağ eləsin. Ne kadar iyilikler atacak. İnşallah mezunluk papağımızı atarım. İnşallah ayrı savaşta olalım. İnşallah. İnşallah. Daha bayrağımızı daha göğlere kaldıralım. İnşallah. 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 Hamınızı çok seviyorum. Sağ olun. Allah'a emanet olun. Görüşelim, görüşmeler birine. İnşallah. İnşallah görüşelim. Ben hamınızı çok seviyorum. Sağ olun. Allah'a emanet olun. Görüşürüz. Hamınızı Allah'a emanet olun. Yay da gəldi, yay turizmi də açıldı. Amma Azərbaycanın rayonlarında, bəzi rayonlarında hava şəraiti o qədər də əlverişli deyil. Bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Bəli, rayonlara, bölgələrə getməmişdən öncə hava proqnozuna bu günlərdə xüsusi diqqət yetirmək lazımdır. Sizə sizdən danışdıq, sizə sizi göstəririk. Günün trendində günün hadisələrini eşidirsiniz, izləyirsiniz, görürsünüz, hörmətli tamaşaçılar. Yenidən görüşərik sabah, vədimizə sadiq olaq.